Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 15-20 metr məsafədə Astanovkaya yaxın, marketlərə yaxın ərazidə təxminən hardasa 1.7-1.8 sotun içində 3 otaqlı, tam təmirli, əşyalı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə bütün məlumatlarımı verim. Nəzərdə çatdıram ev, demək, ərazisi böyrü, yəni açıqdır. Havalanmaya tam uyğundur. Evdə əşyalı satılır. Arxasına keçmə boş torpaq sahəsi var. Arxada da orada özü üçün bağ yarada bilərsiniz. Burada ayrıca əldamı var, kombi aparatlarıdır. Bura əldamıdır, həm də kombi aparatlarıdır. Burada yenə artıq əşyaları yığmasının qladovkasıdır, yəni hazır hamızı qaydasında. Bu da arxa tərəfə keçməsi bir qapıdır, boş torpaq sahəsi var. Onu da bağ kimi istifadə edə bilərsiniz. Keçən indi evin içinə tanış olağın. Bir dənə buranın zəhmət olmasa çək belə. Gördüyünüz kimi kombisi zaten hamızı qaydasında. Artıq əşyalar da lazım olanda yığıblar bura. Keçən indi evin içinə tanış olağın, hörmətli izləyicilər. Ev həqiqətən yola yaxın yerdə yerləşir. Elə bir marşrutdan düşdün evin içindəsən. 15-20 metr məsafədədir. Həyəti, trapları qoyulub, yəni hər şey qaydasında. Bir dənə bu qapının giriş hissəsidir. Bunda alan adam öz ücrətlər elə bir çox xərci yoxdur. 100-150 manat xərci var. Keçirik buradan evin içinə. Demək, girən kimi döşəməsi, mətbəxdir, burada, hamamda hamısı istipoldur. Girən kimi sol tərəfdə burada sanuzel hissəsidir, təmir vəziyyətdədir, bütün nə varsa, bax gördüyünüz kimi hər şey qaydasında, modatorızadır, hamısı qaydasında. Bura mətbəx hissəsidir. Mətbəx, bir dənə paltar yuyan maşın burada götürüləcək, xaladini götürüləcək, indi mən sizə deyəcəm nə qalır. Membrandan yığılıb, döşəməsi istifur, rahat oturub yemək yeməksin mümkün, yəni hər bir şərait yaradılıb. Pəncərəsi də düz öz həyətinə baxır. Ev işıqlı evdir, hardan baxsınız bütün evlərin otaqlarına işıq düşür. Demək, buradan keçirik, burada bir yataq otağıdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bax, burada hardasa uşaq otağıdır bu. Əslində, burada nə qədər yataq varsa, hamısı yataq dəstəri qalır, özü təzədir, heç bir il deyir aldığı. 3-4 ay, 5 ayın belə mebeli də alıblar, yəni sağlam vəziyyətləri təzədir. Gördüyünüz kimi hamısı qaydasında, əslində uşaq otağıdır bura. Demək, burada 1.16 kvadratlı bir yataq otağıdır. Burada da mebellər qalır, gördüyünüz kimi. Burada əşyalardan bir dənə konseneri qiyməti danışmaq lazımdır. Demək, yataq bəstəridir, yəni qalır. Mətbəx mebellər zaten hamısı qalır, kombi sistemləri hamısı qalır. Gördüyünüz kimi də evin, yəni təmiri də göz qabağında, təmir qaydasında normal təmirli evdir. Keçən indi zalı ilə tanış olaq. Təzə mebellərdir, yəni bunların sizin nəzərinizə çatdırıram ki, çox istifadə olunur, 3-4 ayda alınıb. Keçirik bura. Demək, burada bir qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağında, bax, burada bir dənə, yenə deyirəm, kondisionerlər yenə danışılan nasıldır? Burada taxla, mebellə stollar götürüləcək, bir də televizor götürüləcək. Twisted qalacaq, yəni bunu nəzərdə çatdırın. Qalan evdə nə varsa hamımızın ev içində qalır. Televizordur, xaladenliydi, paltaroyan maşındır, divan taxtı, bir də stoldur. Götürüləcək, kondisionerlər qiyməti danışsız, yəni orada qiymət danışılmalıdır. Yəni kimsə pulun verirsə saxlatdıra bilər. Yəni bunu nəzərdə çatdırın. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Seçal Əmlak, Instagram, TikTok, YouTube'da evlərinizi izləyə bilərsiniz. Sənədi bura qeydiyyatdır. Bu nəzərdə çatdırım. Evə adresi, ünvan açılıb, birbaşa propiska eləyəcək buranın da. Evin qiyməti 80.000 start qiymətdir. Əşyalı satılır. Bəzi əşyaları götürəcək. Qalan nə əşyalar varsa, yataq dəstəri hamısı qalır. Hörmətli izləyicilər, bunu da nəzərdə çatdırım. Kimlərsə, yenə qeyd edirəm, evlərini satanda bizə müraciət edə bilərlər. Yola yaxın ərazidə yerləşir, əlverişlidir, marketlərə də yaxın yerdədir, hörmətli izləyicilər, əla yerdə yerləşir. Qiyməti yenə deyirəm, qeyd edirəm, 80.000 start qiymət. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi danışacaq sizlə. Son sözü də ev sahibi dedi, hörmətli izləyicilər. Allah ev olmayanlara gözəl evlər qismət eləsin, Allah alana da xeyir versin, Allah satana da. Amin.